Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Deməli, dünən belə bir üçbucaq sualı paylaşmışdıq. Gəlin bərabər bu sualın izahına baxaq. Demək, şagirdlər, əvvəlcə biz ABC üçbucağında AD xəttinə fikir versək, görərik ki, BD bərabərdir DC-yə. Demək ki, AD bizim medianımızdır. Eyni zamanda CY xəttinə fikir versək, görərik ki, BY-miz AY-yə bərabərdir. Demək ki, onda CY də mediandır. Və onda C nöqtəsi medianların kəsişmə nöqtəsi olduğuna görə medianlar bilirik ki, təpədən başlayaraq kəsişdikləri yerə qədər 2 və kəsişdiyi yerdən tərəfə qədər məsafə 1 nisbətində bölünürlər. Yəni 2-nin 1 nisbətinə bölünürlər. Onda CC məsafəsinə 2K desək, YG məsafəmiz də olmuş olur K. Və bizə də YG-ni 4 verdiyinə görə onda CG bizdə olmuş olur 2 vur 4, 8. İndi şagirdlər, biz baxsaq ADS üçbucağına fikir versək, görərik ki, burada DF xəttimiz iki tərəfin ortasını birləşdirib. Və iki tərəfin ortasını birləşdirən xəttə biz orta xətt deyirik. Və onda bizim CY xəttimizin də ortasını birləşdirdiyinə görə CK məsafəsi bərabərdir KY məsafəsinə. Və buradan belə çıxır ki, onda bizim CK məsafəmiz CY bölünsün 2-yə bərabərdir. Və CY də bizdə 12 olduğuna görə 12 böl 2 bərabərdir 6 alınmış olur. Yəni cavabımız olur D variantı.